Susamısan? Bizon Ice Coffee ilə susuzluğu alt üst et. Əsrlərdir öz sirrini qoruyan sonsuz dərinlik, təbiətin digər möcüzəsi ilə birləşir. Patron, dəniz duzunun günə baxana saf toxunuşudur. Patron, kimyəvi maddələrdən uzaq, ləzzətin keyfiyyətə sadiqliyi nümunəsidir. Unudulmaz anların ən ləzzətli dostu, Patron, ən səmimi anlar üçün. Patronun və Bizonun baş sponsorluğu ilə İki Qapı Arasında serialı başladı. Ay yegiş adam gəlmir nədir, mağaza nədir, adam gəlmir nədir? Ay bala kampanya ilə bir yerli elə. Onu mən eləyəcəmsə sən eləyirəm, ben satsın sən eləyirəm, qoymuşam, başqa işdə da. Yegiş mən gələn kimi qəşək kampanya eləyirsən, adam yığırsan ora. Ne oldu? Ne arsan, haran ağrır ay Fazil? Sadiq, şükür heç aram ağrımır. Dedim elə özümü yaxşı hiss eləmişkən bir qəşək samavar çayı dəmliyim. Uşaqlarımı da çağırım gəlsinlər içsinlər. Hə, bak. Sadiq əmi, gəl çay içək. Sənin qadınım, bir dənə sənsən qal məni başa düşür. Əmi yaxşıydı. Sadiq, nə almısan? İkisi də qədər şirindir. Bu böyle kimi mövzumuz sıracaq. Ha belə olanda denəm mən mağazadan gəldə şirniyyat gətirəm, nə bilim bir xurma yatırım belə stolsuz dolu olsun da. Narahat olma, almışam stovdadır. Nəsə samovarın tüsü zəif gəlir. Gəl görək. Ne oldu için çıxdı? İkisini birdən çağırdım. Ay, mən uşaqları çağırmışam, anaları özləri gəlir. Sadiq, duyğu nədir? Nədir? Evə gələrsən danışarıq. Hər şeyi baş salacağım. Sadiq, Hadi. bu sevgi nə deyir? O da nəsə deyir. Gələrsən evə danışarıq. Gəl. Samavarın tüstüsü qəşəng çıxdı. Ağrıyan canım. Ay. İçim dondu. İçimdə elə bir buzlar var. Buraya da başmaya aldım. Ay, sən niyə narahat olursan? Al bir qaynar çayı özünə gəl. Çay soyuq idi. Sən bunu nətər içdin? Ay Fazıl, bu neydi ben başıma yatırdın? Benim istevimi niye soğuk elədin? Benim evlərimi niye uçurtdun? Çomamı niye yıxdın? Benim yuvalarımı niye dağıttın? Senin yuvanı dağıdacağım axı Fazıl. Sadiq, mən bir əsər oxumuşam. Ha. Əsərdə deyilir ki, iki ailəsi olan adamın gecələr gözünə yuxu getməz. Sen benim yatmağıma göre niye belə narazısan? Ben o əsəri oxumuşam, dəfələrlə oxumuşam. O aranı qarışdıran mutila var ha. Onu elə təpikləyirlər ki, o əbədiyyən yatır. Niye böyle şey yapıyorsun? Sen de benim... Ay evimin yaraşığı, nəslimin baş tacı, kimin belə qardaşı var. Ala bu bazarı qapat. Elə bil ki, belə baxanda, elə bir Rafetili romansa. Belə dönəndə, elə bir mahsun kırmızı gülsən saçlarında bura qədər. Ama ümumi baxanda... Ay bazı kanser taşma burada. Başın qabağında ölsün.
Bacının oğlu zəng eləmişdi. Dayısının gül balası vəfadar. Deyir anneciğim. Türkçe danışırım. Elə bir dənə onu öyrən. Də geçərdə maşallah. Deyir ki anneciğim dalına qulaq asayım. Şu aralar, yani oralarda da şu aralar hava çok Sıcak, yok soğuk. soğuk. Deyə bilmirəm, deyir soyuqdur. Eynim başım o değil, o değil. Nazik. Nazikdir ve deyir ki bakalım dayım ne diyor? Onda sən ona denən ki, dayın diyor ki, yanaş şuna. Ya o şeytan diyor ki, yox, lənət şeytan, qarışdırdım. Sən denən ki, vəfadar dayın deyir ki, şələ şüləsini yığsın, çıxsın, gəlsin bəri. Özünü orada soyuğa verməsin. Çünki onun təsirini, gələcəyini, ümidlərini dədəsi Fazil məhv elədi. Qurtardı, dayı da pul qurtardı. Dayı öz həyatından. Damağım yandı ya. Nə oldu həmən damağıma? Fazil. Fazil. Fazil! Ne demişsən qardaşıma? Qardaşıma ne demişsən Fazil? Nə demədim, elə O niye hele getdi? samavar qaladı. Hə? Qəşəng bir çay dəmlədim. Sonra? Sonra kirayə qalanları çağırdım, baş-başa çay içdilər. Sen benim kardeşimin yuvasını, yuvalarını dağıtmak istiyorsan, sen risk ediyorsan mənlə, Fazil. Sarı kişmiş. Hər şey sənə danışacağım. Hər şey olduğu üçün biləcəksən sən. Bir dənə mən dinlə sadəcə olaraq. Səni dinləyim, hə, Sadiq? Bir dənə sən olduğu kimi danışırsan da başqa hamı yalan danışır, eləmi? Amma lazım deyil. Duyğu nə var, nə yox, hamısını mənə dedi. Nə dedi? Nə dedi? Deməli sən mənə gəlib deyirsən ki, Duyğu evdə kirayəşindir. Bəli. Duyğuya da gedib deyirsən ki, Sevgi evdə kirayəşindir, eləmi? Nə olar Sadiq, nə olar? Davam elə, belə də get, yaxşı olacaq. Mən hər şeydən ağlamadan elə bir dəqiqə dayanırım, bu dəqiqə parka sarsam. Bu söhbəti özüm səll eləyəcək. Yəni ər-arvad danışır, heç kimi qatma. Birisi anan bilməsin, mən sənə hər şeyi izah eləyəcəm, yerli yataqlı başı qandırım. Anam bilməsindən də mən bir də iki anama nəsə söz demişəm ki, ya. Ata, ala bu nənə başa sal da. Nənəndir? Və deyirdik anama deməmişəm. Mən deməmişəm ha. Kimdir? Mən demişəm. Alo, canım anam. Ya mən canım deyirəm, anam deyirəm, sən söyüşlə danışırsan. Yox, bildiyiniz, yox, düz demir. Uşaq biraz səpaya düşüb, sən deyir ki, nədir tüküm hər şey olunca. Yox, kimin? Bahəm, öz əzizlərinin. Mənə də deyən, kimin yeni xarabdır? Ay anam, sən harı yer çıxırsan, mən burada pərdə sağlayıram, sən getdin laf küsə söz. Hələ, eşsən, nənən zəng gəlsə cavab vermə də, yəni, sən qarışma, sən eşdirsən. Ananı bu söhbətə qatma, özüm səll eləyəcək. Mənə güvən, mənə bu dəqiqə güvən mənə lazımdır. Məncə siz bir müddət ayrı qalın. Hay bala qızım, sən gel kulağıyla oynadın, sən nə peşindəsən, yuvamsı dağdırıyor bu uşaq. Ana, fikrimi dəqiqləşdirib mənə deyərsən, gözləyirəm. Hay bala sən nə istəyirsən? Heç nə istəmirəm ata mən.
Problem onda heç də istəmirsən. Hər şeyi məhv eləyirsən. Ay başqa ömrüm bir şey yoxdur. Ömrüm, mənə güvən. Mənim sözümü bir dənə inan, başqa heç də istəmirəm. Nə varımsa? Deyir mən güvən inan. Ay, ay. Nə güvənim sənin? İnam yoxdur, ortada güvən yoxdur. Sadiq bir evin təməlində güvən inam yoxdursa, o ev yalandan qurulub söv dağıldı o ev. İnanmıram sənə, güvənmirəm sənə. Mən indiyə kimi yalan eşitmisən məndən? Yalan eşitmisən məndən? Mənim 7 yaşım var. Hələ bu evdə düz söz eşitməmişəm. Ay bala, get dərsini oxudana, imkan ver, dağıdacaq bu yuvar. Cəmaatı uşaq bütün iqrasa doğru, get telefon iqra oynadan, get xahiş edirəm. Get da bala, get, ananla söhbət edeyim da. Mən onun yanında danışmayacağım, bizim üçlü söhbətimiz almıyor. Uşaq getmişsə. Ay, nə istən, get səni anamını. Biraz da sus da. Bu yuvanı o uşaq dağıdacaq. O anadan oldu, olmadı. Bu ev qaynayır. Bax, görürsən, fikir versən. Sənə qurban olaram mən, ay Uğur. Uğur, səni tutun balıq var ha. Ay Allah, bu soyuqda, bu yağışda, bu boranda. Sən ki bu balığı tutmuşsan ha. Bu balıq and olsun bu balığa. Bu elə-belə balıq deyil. Bu elə-belə balıq deyil. Bu balıq sənin Söylə. Bəhrəsi də əziyyətivin, sücayətivin, işte, döyüşkənliyivin. Uğur. Ha. Hərdən inansa özümə fikirləşirəm ki, sənə qurban olma Allah. Görəsən mən kimə nə yaxşılıq eləmişəm, hansı savabıma görə mənim bəxtimə sənin kimi ər çıxıb, qurban olum. Xülasə. Axşam balığı qızardı. Hadi, öl də. Qızardım, axşam burada sənin üçün Uğur, kartoşka ilə geçək. Qızardı. Saat. Qızarma istəmirsən, soğutma eləyim. Dedim saat pul lazımdır. Hə, başsa, sataram. Xəbərin oldu? Nə? Nazilənin qızı yoxdur. Nişanı qayıtdı da. Hansı? O nişanına mən xeyir dua verdim. Əşi yoxu nişanda xeyirdə verdin, qızın hələ axşamla nişanı qayıtdı, o heç. Bu bir qızı. Nişanında da xoşbəxtlik haqqında şeir dedin ha. Yerə soxun boyu var. Adama deyərlər ki, ölüb yerə girmirsən. Bu nişanı saxlamayacaydınsə, bu nişanı qaytaracaydınsə, 200 boydakı şən şeir dizdirdin ha. Gedim satım. Ona görə deyirəm də qısa elə. Qurban olar, satım. Muxtəsər. Balıq var, balıq! Sadiq, əsəblərim nə qədər ki korlanıb, sənə əvvəlcədən xəbərdarlıq edim. Mənə hər şeyi olduğu kimi danış. Danışmasan günümü qara eləyəcəm sən. Davay, tez elə. Mən hər şey olduğu kimi danışmayım, amma mən hər şey olduğu kimi danışsam, sən bu evdən çıxıb gedirsən axı. Mən? Hə? Mən niyə gedirəm ki? Hara gedirəm? Dəliyəm bəyəm. Hər şey olduğu kimi danışmasan, sən çıxıb gedəcəksən, mən getməyəcəm. Evet, sən qalacaq, mən gedəcəm. Nə qəşəksən sən? Yox, ümumiyyətlə deyirəm, sən nə qəşəksən, hə? Belə deyim, sən problem nədədir, qara kişmiş? Sən həmişə zamanı qarşılayırsan, qoymursan problem öz-özünə həll olursan, biraz zamana bıraq da, adi mənim özüm. Sən qardaşlarla söhbətim düşdüyüm əhliyə gəlində. Neynədilər? Düşdülər, töküşdülər, hərəs tap qolumu qısamı qırdılar. Mən neynədim? Mən dəli Sadiq kimləndim? Dilimi dins qoydum, sakitsə zamana bıraxdım. Kolum da sağaldı, nervlərim sakitləşdi. Sonra qardaşlar nədir? Ona görə bəzi şeylər deyir, zamana bıraq ki, problemlərin öz-özünə həll olsun. Su axar, çuxurunu tapar. Boş danışırsan, Mən sevgidən danışırım. Sevgi bəyək nə deyildi? Ora qaydı, ürəyimi niyə sıxırsan ki? Mən bu evdə kiraya qalıram, hə? Hə, başda. Ay bala, bu problem budur da. Sən niyə sevginin sözünə görə bu evi dağıdırsan, bu ailəni dağıdırsan? Sən özün bilirsən ki, o sevgi ruhi xəstədir də, başına dönüm. Psixologlar nə deyibdir? Deyir, problemli adam elə bilir ki, hamının problemi var. Pis adam elə bilir ki, hamı pis adamdır. Xəsis adam elə bilir ki, hamı xəsisdir. Hamı kimi fikirləşir. Yəni, bu belədir da. Sadiq, bunun bura nə dəxli var? Yəni, o kirayədə qalır. Elə bilir, hamı kirayədə qalır. Sadiq, boş danışırsan, Mənə əsas məsələn deyilən gör, bu niyə belə deyirdi? Aman içindən mən kötü deyirəm da. Biraz duyğun olsun da. Mən gedirdim. Şimdi gördüm ki, sevgi bacım gəlir. Dedim, sevgi bacım, nə olubdur? Dedi ki, bəs, Sadiq qardaşım, həyat fanidir. Biz hamımız bu dünyada kirayədə qalırıq elə bir növ.
Və hamımız bir gün bu dünyadan köçəcəyik, gedəcəyik, öz evimizə, öz yurdumuz olacaq. Mən də duyğulandım. Dedim ki, bəli, mən də kirayədə qalıram. Mənim yoldaşım da kirayədə qalır. Sadiq, Düşün düz oldu. Sən duyğulandın. ağzına gələn danışmayın. Çox duyğusuz adamsan ha sən. Mən tutarlı cavab demirsən ha. Mənə qayda eləmirsən cavabların. Davam elə, mənə qayda eləyəcək cavab ver. Tez elə, davam, tez elə. Yaxşı. O dedi ki, bax mən kirayədə qalıram, düzdür? Aha. Mən də gördüm ki, bu kədərlidir, deyir ki, mən kirayədə ağlayır. Dedim, ay sən niyə ağlayırsan? Mənim yoldaşım da, yəni duyğu da kirayədə qalır. Ki o sakitləşsin də insanlıq elədim. Sən indi insanlığıma görə mənə acılıysan, mən deyəcək sözüm yoxdur. Sadiq, çıx həyətdən. Hə. Çıx həyətdən, gözüm görməsin sən. Nə vaxt mənə tutarlı cavab deyərsən, onda da geri qayıdarsan. O vaxta kimi sən ayağın bu evə dəyməyəcək. Eşitdin məni? Bir dəli şeytan ver, bunların ikisini də boşa, get başqa iki cüt al gətir. Şeytan lənət, şeytan lənət. Nə bişirirsən? Nə bişirirsən? Hələ bir deyirəm, utanmadan mənə sual da verirsən, nə bişirirsən? Mən sənin yerində olsaydım, Fazil, özümü danlayıb küncə qoyardım. Bəsdir də, qardaşıma görə məni danladın. O qardaş deyil, o bizim ailənin baş tacıdır. Sənin oğlunun, vəfadarın dayısıdır. Onun bankıdır. Bankı, Sadiq Bank. Al da, ata deyilsən, qutqal da. Niyə almırsan? Bir dənə köynək al, göndər də. Oho, yenə kurtka. Amma mən bir dənə kurtka ilə 2 də institut qurtarmışam. Bu hər semestr bir dənə kurtka istəyir. Onu sən elə ərköyün eləmsən. Mən səni ərköyün etmişəm. Uşağı yox, uşaq yenə oxuyur, bir yararlı olacaq ərköyün. Pushkin oxuyurdum. Belə yerdə Pushkin bilirsən nə deyib? Ne deyib bə? Pushkin deyir ki... Saxla. Pushkin də elə sən kimi çox danışıb. Çox danışdığından onu elə orada puşqaladılar. Gəl, bu qaşığı götür. Yandırma. Gedirəm indi yumurta götürüm. Mənim şimdi gözümə baxı. 2 dənə institut qurtarmışam. 2 dənə pomidoru qoydu qabağıma ki, ala bunu qarışdır. Pushkin. Hayata. Sen gidenden sonra baş bitirmişim her yerde sana aktarına. O kadar ihtiyacım var sana hayata. Nerede kaldı? Hayata! O kadar problem var. Problemin derdine dava kuşucumu başımıza okuram torpağa. İstəyirəm tapanmasınlar beni, o da torpaq beni özünə çəkir hayata. Ev değildi sizin vaxtlar, ne telefon vardı, ne kamera. 3 tane arvan sağlıydı, ne işimi bilmedi, yasın günüzde açıldı. Her cama koptu hayata. Ama indi sağ sol inişirəm, sağ sol. Çəkil də, konsantrasyon pozuruyor bəyəkdən. Hayata. Elə qorxuram ki, hər şeyi üstatsılar, çağıralar, zarı verişdə, mən üzür üstatdıralar, ləkələrə, beni utanıram hayata. Küçük gülüm Sen ne hindi oturmuşsun? Yaxşı eləyirəm, buranın rəngisi. Toz çiçeğine ne küçük gülüm? Gel sıxıram. Küçük gülüm nedir bu? Gel görüm ben bu, gel geç görüm. Yalancanda Sen qorxuram. de gir hinine de bu, peşmezse kapılaşmağa. Burada niye oturmuşsun ki? Ne? Toz çiçeğine ne danışırdın? Toz sənə danışmırdım, atamın ruhunla danışırdım. Axırıncı dəfə atam hinə gelib bir şey eləyəndə yumurtanı götürəndə xoruz vurmamışdı. Ürəyi partlayıb ölmədi. Dedim ki, ruhu orlardılar, dərdimi danışıram. Lağarım kimdən İndi, dedemin ruhu, toz çiçeğin yanında. Rəhmətli kişini o vaxtı bu hindən xoruz qovaladı. O da getdi Maksud dayıgilin tövləsinə. Orada da qara inek var. Öküz. O vurdu onu, qısqaçma elədi, tapdam. Sümüyümün boyunda da günah qoymuşlar. Get orada. Nə ürəyin var, sözün var, get ora. Hayır, mən o öküzlə yola gedəmirəm. Mən o yassı günü getdim, inəyi ağaçla xeylaq döydüm. İndi ondan sonra gözünüz gəlmir. Qan düşmanıyam mən o inəklə. Demişəm, o öküzü mitinlə atacam. Yaxşı.
Eləyir. Əsəbləşmə. Mənim də yuvamı səni qərik Fazıl dağıtdı. Bu nədir mənim başıma gətirdi ay ay. Sən nə işsən? Fazilin qırını çıxardır. Gözünü çıxardaram mən, bildin? Sən gör nə elə. Mən Fazilin ağzını bağlamışam. Sənin məsələni də bacın həll eləyəcək. Sən də mənim məsələmi. Sən vəfadarın canı. Hansan, dədəm desən oğlum. Elə hər ikisini. Sən mənim canım, sən dədəmizin canı. O uşağın, o uşaq soyuqdur, görürsən. Həll eləyirəm, sən mənim problemimi həll eləyirsən. Bacın sənin nə vaxt problemini həll eləməyib ki? Hə vaxt, nədir? Nə qarısan? Rəşdə, ala, bu deri yüzüyü qoçuram, bu beytdir. Mənim problemim həll olunsun, sənin problemin elə bil. Yoxdur, olur. İndi gedirəm mağazadan, haqq hesabı götürəm, gətirəm, həll eləyirəm. Amma bu problem həll olunmasa, sənin ərin Fazili tutacaq. Tutub nə qarasın? Ha, heç də qulağım bura. Sən niyə belə yerə yoxsun? Yoxsun, problem. Tutacam, tutacam. Tutacam, nə qarasın? Nuş olsun həyatım. Çox sağ ol, amma mən yemirəm. Keçən dəfə yedim, mədəm ağrıdı, yemirəm qadın. Ola bilməz, Sadiq. Ona görə ki, mən yeməkləri tam organik, kimyəvi heç bir qatqısı olmayan, soyuq sıxımla hazırlanmış patron yağı ilə bişirirəm. Doğrudan? Əladır ki, çörək yatırım da. Baş üstə həyatım. Yeni evləri qarışdırmışdım, əllə ayaqla getmişdim. Bu patron yağlarından gərək sevgiyə də ağlım verim, yeməkləri belə keyfiyyətli yağla pişirsin. Nə oldu çörək? Gətirdim həyatım, gətirdim. Doğrudan da dadlı da. Patron elə belə patron deyil, O qədər darıxmışsın, baş-başa söhbət eləməyəmişsin. Ay Sadiq, bax bu süfrədə biz onları da gördüm. Sən nə yadıma düşdü? Hadi. Biz çoxdan restorana getmirik. Sən xəbərin var. Normal bir ailə kimi bir gedib vaxt keçirmirik biz restoranda. Bu yaxınlarda oturmuşduq da, restoranın qabağımızda da biz onlar hər çeşiddə. Vasif məhərrəmini də oxuyur, cəmaət də əylənir. Nə oldu, yadından çıxdı? Bu yaxınlarda dediyin bir sən nə vaxtdır? Nə vaxt? Toyumuz Sadiq. Toyumuz idi. Sən dediyin o Vasif oxuyurdu, qonaqlar zad oynayırdı. Biz başda oturmuşduq, biz onlar düzülmüşdü stolda. Ay bala, biz nə vaxt gedəkdən də hələ Vasifdən qopanmıram. Hər gün mən yığır ki, o toyun pulunu ver. Sən restorana getmək asan şeydir. Əsas mən deyiləm, əsas sən deyirsən, biz onda buradadır. Vasifin də mahnısını qoyun qulaq asaq, söhbət edək də. Yadımıza salaq o günləri. Hə, bəli. Patronun və Bizonun baş sponsorluğu ilə İki Qapı Arasında serialı reklamlardan sonra davam eder. Sən özün bilirsən ki, mənim yalandan adam tərifləməyinə heç aram yox. Mənim ərim uğur var ha. Az ona qurban olaram mən. Biz necə kişidir o? Hələ o tutduğu balığa bax, gəl. Bura gəl də. Buna bax. Sən can, balığa bax, balığa bax. Diri gözlü balıq. Sən mənə düzün deyirəm. İndiyə qədər balıq yemisən? Yemişəm, niyə yeməmişəm? Yox, uğurun tutduğu balıqdan yemisən? Yox. Deməli balıq yeməmişsən. Sən bu balığı al, gör mənim uğurumun əlinin duzu var yoxsa yoxdur. Al. Qızılgül, mən bu saat çox pis kritik vəziyyətdəyəm. Niyə? Mən bu gündən bu saatdan qərar vermişəm ki, mən boşanıram. Ona görə də balıq zad istəmirəm. Ağaz, ərindən boşanırsan da, məhdudindən boşanmırsan ki, harada görsəm ki, boşanan yemək yeməsin. Özdəki, İnciməyə bacı, neçə illərdir səninlə qapı qonşuq, bir dəfə olsun ərimin heç olmasa şəkilini də görmədim ki, bir and içə bilim ki, elə boşanılası kişidir bu. Şəkili yoxdur, bir göstərəydin mənə də. Yaxşı da, day sənsən, göstərərəm. Hə, sən çox yaxşı qızsan, heç ürəyi sıxma. Özü birinci boşanan sən dörsən, axırıncı boşanan sən dörsən. Feyzullahın qızı da boşanır. Deyir, az nə niyə? Deyir, əri, qızın əri. Daha nə qazanmır, qəpiyində qədər hamısını maşalara, mişalara xərcləyir. Tapdın şəkili? Yox, hələ. Badamgül. Sənəm, cavab ver. Mən Badamgüləm. Qızılgül, canım. Hə, nə olar? Nə fərqi var, nə gülsən? Necəsən? Burada nə inirsən yenə? Antika balıq var. Nə balığı? Öl də. Balıq bas. Uğurum tutub, satıram. Qoy ora, yazıqdır.
Bazardır bura. Yeri get bazarında sat da bazarlığımı o tərəfdə elə. Başla bacı. Yeri buradan. Mən gəlim, ya özün gəlirsən? Nə tər məsləhət? Sən mənə məsləhət verəcəksən. Yox, estağfurullah. Gəlim dedim də, yəni. Sevgi. Bacı. Sən belə qudurmusan ki, mənim qardaşıma deyirsən ki, nə vaxt tutarlı cavabın olar, onda bu evə qayıdarsan. Sən kişmişsən, o sarı kişmişsən, qaysısan, turşusan, aşqarasan, nəsən bilmirəm. Sən dədən evindən bura ev gətirməmsən, ha. Sən nənəmi yeri belə döymə. O nə kar əda, sən... Mənim gül ağzımı açma, eşitdin? Ağzıma gələndə danışma. Yum. Buyurun. Hop. Güzel. Geçey. Lan elə qəşəng, lan. Nə varsan, lan? Müştərinin biri girir, biri çıxırsan, başqa... Mən sənə bir söz deməyəcəm. Sən elə bilərsən, daim fazla görə sağ hörmət qoyurum. Bax, sənin bu işinə görə hörmət qoyurum. Bər elə. Yalı qalsın sarıyam. Ətim tamadı. Sən başına durum, məhtəşəm. Neymişsən? Yəni, müştərinin biri girir, biri çıxırsanın qadını. Belə istəyirəm, belə dirol alır. Yəni şey... Lan pulların hamısı mavi. Hamısı mavi, sən qadan alım. Bugün qalxdım, bugün geçdin mən qalxdım. Manatlar da ver də, o qəplə şey onu ne çəkir? Alver bu qədər deyim, müəllim. Alver elə bu qəp görüşdü. Hə, müəllim. Niyə? Nə olub? Başa düşməm. Bu niyə qəpiyə düşdük ki biz? Sən nə tər naşükür adamsan? Bir danışırsan elə. Kampaniya edib alver eləm, sənin tükanvın mağazanın alverini qaldırım. Sən yenə gözün doymur, müəllim. Nə kampaniyasıdır? Demədin ki, nəsə kampaniya elə. Mən dedim 30 qəpirik çörək alana, üstündə bir dənə yağ verirəm, gedir. Kəndə səs-küy düşür, dağılır tükan. İnanırsan, çatdıra bilmirəm. 30 qəp versə çörəyə, yağ elə bil hədiyyə getdi. Çatdıramıram, aymadım. O fikirləşsən də, beyni işləsən. Əladır. Nə oldu kampaniya, cəmaət niyə dayandı? Ben də deyirəm, çatdıramıram da. Çörək var, yağ çatdıramıram. Yağı zəng elə getsinlər, yağı zəng elə doldursunlar dükanı. Yeganə bir şey deyim, sən udar görmüş, travma almış uşaqsan da, sən bilərsən. Bizim bu qapı ilə pəncərəni bağlayandır. Çölə inilti səsi, çığırtı səsi, bağır səsi getmir. Yox, pəncərənin də ikisini birdən bağlasaq, yox. Bir dənə ikisini bağla gəl. Bir əllə qoş yatsıdıram. Kampaniyanın adı nədir səndə? Bizdən al, razı qal. Büyük işlərsən, zəhmət çəksən. 2 dənə də kampaniya mən fikir etmişəm. Nə kampaniyası? Vur çatlasın, harda qırılar. Bir dənə yaxını, bir dənə sənə qoyacam, mıqq eləyəcəm. Vay, əlim üzümdə qabin arz. Mən evə getdim, uğuruma qurban onun başına duş çörçə. Ay, bacı, bu nədir, bu nə zamanı gəlmişik da biz? Belə baxıram ki, ətrafımızda bir də sadiq ər qalmır. Hamı arvatlarda xəyanət edir. Belə şey olur, ay bacı. Aydın. Məndən sənə bacı kim məsləhət? Uğurun tutduğu balıq al. Halaz bu. Az üzdü getdi bu. Sıçışdır da balığı. Bu balıq sənə uğur gətirəcək, evə, şivə, hüzur gətirəcək. Bacı kimi sənə məsləhət görəm. Bir dənə qalıb ha. Bir dənə balıq satacaqsan da ağzıma gələn aforizm deyirsən. İstəmirəm deyirəm də, sərdən yapışmısan adamdan. Özün bilərsən. Cəri isti, cəhənnəmə isti. Solmazı 100-ün birdən satacağım. 100-ün birdən. Bu yaxınlarda oğlunun toyudu axı. Qonşumuz Solmaz xalanın oğlun toyudu. Həri. Heç xəbərim yoxdur ki mənim. Ağa, heç Solmazın özünün xəbəri yox deyə. Nəzakətin qızı ilə Solmazın oğlunu cükküldəşən yerdə görmüş. Çox keçməz evlənərlər. Mən deməmişəm, sən eşitməmsən ha. Az gül xətmi. Qızıl gül. İndi də buradasan. Hələ bilin ki, yoxam. Söhbətimiz eləyir rahat. Başa düşdüm. Buyur Vəfa xanım. Belə eləməyi, qara kişmişsən, qara küncütsən, qara zeytunsan, qara milçəksən, mən bilmirəm nəsən.
Amma mənim qardaşımın gününü qara eləyə bilməzsən, çünki mən başçı. Belə eləməyin. Mən qara eləmişəm. Nə Bir dəqiqə dayan, nə danışır? Mən də sənə deyəcəm nə danışıram. Mən yox, sən danışırsan. Bir dənə hıy olmamış, ano yığırsan, nə var bu eşiğin içində? Qoyursan o ucuna. Mən anamına vaxt zəng eləmişəm. Mən anama zəng eləmişəm. Yox, mən zəng eləmişəm. Ayı bıyıya eləmə. Duyğu, mənim ağzımı açdırma. Bildin nə var? Sualla mənə cavab vermə. Özünü yığışdır. Eləmə ki, pis olar. Ha, bax pis olar. Demə ki, demədi. Vəfa. Qorxdum ha. Buna bax. Qasırğa da eləmişsən arvadım. Biləyim çıxmışdı ya. Amma tuttum mən onu qoydum yatsızdırdım. Keni çıxdı ya. Biləyim çıxmışdı. Nədən nə görürsünüz? Memur oynadır ama dağılışın ha burada. Bu ne bədlikdir? Bu mismar mı ya? Bunu 50 dəfə demişəm bu mismarım. Sadık nə dərsən? Ay deyirəm lan, bu bədlik məni hardan tutur. Sağ ol, sən nə dərsən? Ağsaqqal, sağ birdən işim düşürdü, başına dönüm. Qısa elə. Qısaca deyirəm, müdirlə iş arasında söz-söhbət olar da, bir balica yeqişlə aramızda söz-söhbət olubdu. İstəyirəm, bir ağsaqqal kimi bizi barışdırasan. Müxtəsər. Müxtəsər deyim də. Həkəlim kampaniya eləyibdi, qapağım atırdı, qəpi güfüyü töküb qabağıma, mən də buna bir dənə valideyn şillas qoydum. Bu da deyir ki, gedib şahit eləyəcəm, səni tutturacam, səni ləkələyəcəm, kənddən bir yavr eləyəcəm, bildiyini bilmədin, hər şey demək istəyir. Ona görə başına dönüm, bizi bir dənə girib. Müxtəsər. Bizi barışdırsan bax. Hara gəlsə, yaxşı, müxtəsər nəyə deyirsən sən? Müxtəsərə. Müxtəsərə. Hə, müxtəsərə. Hə, eşitsən, sən bizi barışdırsan, bu günə kimi olan bütün nisyə dəftərindəki borclarını bağlayıram. Deyirəm müxtəsər. Hə, bilmirəm, biraz müxtəsər şey zaten, hər şeydə müxtəsər dedim. Ay, yeqiş bizim kiçiyimiz şeydə sizi barışdır. Yox, mən içəri girməyim. Girsən, pərdə açılar, təzdən söz-söhbət olar. Mənim işim var, mən qaçım qadınam, sən həll elə. Narahat olma, yeqiş kiçiyimizdir. Gözəl də maşının var ha, xeyriyə sürəsən. Sağ ol. Yeqiş, mən deyən kampanyalıdır. Ha, ne oldu hem başına? Ha, tezden başım motorlamını sızıyor. Ne oldu hem başına? Evin dışısın. Uğur, bir bakışla maşının motorunu dağıttı. Bunun gözüm ağa dəysə cırıq-cırıq olaram. Açıqlağım getdi, bir saxla görək. Dırhadır, düzəltdiyin bir şey yox, qoyduğun, götürdüyün, heç nə yox. Fasil, bir fikirləşmirsən ki, bu evə çörək gətirmək lazımdır. Bu evə bir qazanc gətirmək lazımdır. Nə vaxta kimi dırhadırdan pul çıxır, ay qardaş, yox. Bu da düzəlməlidir, ay vəfadar. Lap tutaq ki, mən işlədim, pul qazandım. Bunu düzəltmək üçün usta çağırıb pul verməliyəm də. Elə bəri başdan özüm düzəldirəm, özümlə raşof oluram da. Başımın qadasını alın. Yıxılan evin dirəyidir bu bacı. Problemlərimin həllidir. Belə baxsaq Sibelcan, belə baxırsak Ebru Günday, belə fırlan. Belə baxsaq Pamela Anderson. Yox, Pamela Anderson bacı deyil. Nə varsan, nə var nəsə? Yaxşı. Nə varsan Fazil, nə var, niyə sifət eləyirsən? Nə olub? Evimi tam yıxa bilmədin deyən belə bir naraz qaldın elə belə. Başımı qatma, tumuçqa düzəldirəm. Düzəldirsən? Mən elə bilirdim, sən elə ev eşiyi dağıtmaqla məşğulsan. Nəysə düzəldə də bilirsən. Başın ölmür və sənin evin dağılsın. Deməli, getdi.
Fazıl, o direli alacağım, səni deşik-deşili, yüyü belirli bir sifət eləyir ki, gəl elə çarısa bəni görür. Biraz dincəlməyək, yoruldum. Əlimdə xamırlı qaldı. Qoy bəri gəl. Neynədin? Sən danışırım, neynədin? De başın neynəmədi? Bacımın qadasını alım. Onların ağ gününü qarayısar. Yəni onları yeri verirlər ki, bura yığıblar. Mən yaşayışım qoymurlar. Bir dayan da bacının yanında sən çıxmısan özünə gör, bacını dinlə gör nə oldu. Getdim. Sənin qadına. Qapını döymədim. Mədəni. Biraz arxaya belə çəkilib, razqom götürüb bir dəpi qapıya. Yadıma salma ağzından kolkotka gətirim. O təpə. Kolkotka vaxtıdır bu. Sırılıb tamam. Söz danışıram. Ay, söz gələ. Neynədin? Təpiklə girdim. Yaxşı elədin. Gördüm sənin o sarı pişiyindi, kişmişindi, nəyindi bilmirəm. Elə yaxınlaşıb söz demədi. Tutdum onu boğazından. Sən kimsən ki, mənim qardaşıma? Sən... Nə oldu? Nə oldu? Sadiq! Ay Sadiq! 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 Su! Fazil! Sadiq! Fazil! Ay Sadiq! Fazil! Su gətir, Sadiq öldü! Stabilizatoru deyilirsə. Stabilizatör vaxtıdır, su deyirəm, qırtladım! Sverlo padvala bax. Sverlo gelsin gözüne! İki herif deyirəm, patladı lan, öldü kişi! Subtropik meyvə vaxtıdır, ay vəfa. Sen öyle öldüreceğim, seni dedim, ölür Sadık! Dur suyu götür gel! Hə, su. Gözdə əlimdəki işi axşamacan qutarım gətirirəm. Fazil! Suyu götür gel dedim! Gel, öldü kardeşim, öldü. İmajinasın, ay Sadık. Stakanda yok. Uyanışın. Ata gitti. Ay Sadık, başın kurban. Öyle şey eyleme, ay Sadık. Ay başına dönüm. Sen neyse danışanda hislerini yığıştır da olup gitmişti be. Gözümü yuman kimi de atam geldi. Tuttu elimden apardı o dalavulu bir yerdi der buradayım. Ay bana tek bir yerdeki de korkuram. Üstümden başladı grisi yani su vurdu halde be. Apardı en kişi yanına. Ay elə danışma, Allah gecindən nəsib eləsin. Fazil, mən belə çox istəyirsən. Ay, nə istəmək, sən ölsən gərək iki qapıda da çadır quraq. Qoy oturmuşuq. Bağışla, sağ çox mənəviyyat yüklədim, altında əzildin yenə. Sən bacı, söhbəti bir dənə danış, amma əlsiz, qolsuz danış. Əlini mağa vursan, Krafinkanı Fazilin başına dağıdacam, əlsiz danış. Sakit danışıram, bak Sadık. Başın qurban, getdim, Duyğuya dedim ki... Əlin aşağı sağ ol. Bir dəqiqə Fazili yatsıdıracam. Dedim az Duyğu. Nədə az sən, nədir belə bir şey olmamış? Anana zəng eləyirsən, anana. Duyğu, qarıya dedim bu sözü. Sarıya dedin, qarıya dedin. Qarıya. Ha, Duyğunun anası olub, Duyğu anasına nədər sən gələn. Sən ya mənim ailəşmə qarşısan, ay başqadır, ərin bir tərəfdən, sən bir tərəfdən, mənim iki dənə ailəm ikisini də dağıdırsın. Bir də mənim ailəşmə qarşımız. Elə. Oğlunun da problemini gedin özünüz, qazanın həll edin, qutardı, o şəhər təhsili versin. Qutardı, qapaq attı məndə ha. Dayısı gözlə, elə şey eləmə, bax. Atamın adını qoymuşuq. Bir dənə qurban olsun atamın adına, amma bir şərtim var. Deməli, belə eləyirsiniz. Deyirəm ayrılıram da səndən, başa düşürsən, Nə tutardı. qışqırırsan, ayrılsan, dünəndən ayrılırsan. Yalvaram var sənə. Burada yeməyə bezmişəm. Amma biraz məntiqin olsun. Ayrıldın məndən. Mən götürdüm, yıxıldım bacımın evinə. Dolandırdı bacım, məni yaşatdı. Və sən ərsiz qadın nəylə dolanacan, hansı pulla yaşayacan, 50 cür rasxodun var ay qadan qalım, ha?
Nə bilim ay Sadiq. Heç oralarını fikirləşməmişdim. Ana, Alimət alacaqsan, Alimət. Ay bala, Alimət, ay qazanalım. Bu uşağın ürəyi gedir atası böyüməsi. İstəyirsən ata əsrət çəksən, ay bala. Həftədə bir gün. Zaten nə yapacaqsan? Mən sənə bir söyləyeyim. Bu ailə dağılacaq. Özü bu uşağın əlinlə bu ailə. Bunu yolsa söpkülür. Ərəzə söpkülənmir uşağınla. Qızım, sən bir dənə ata ilə bizi tək burax. Sənə inanmıram. Başa düşürsən, güvənim zadım qalmayıbsa. Onda mən axırıncı icazə ver söhbətimi eləyim. İnansan inan, inanmırsan inanma. Üzr istəyirəm. Deməli mən aləm üçün bütün gün çalışıram. Vuruşuram. İstəyirəm ki, siz biraz daha yaxşı rifahda böyüyəsiniz, yaşayasınız. Uşağım daha enerjili, daha vitaminli böyüsün. Axırda da belə olur. Duyğu bacı gəldi mənə yaxınlaşdı ki, Sadiq qardaş dedi, yoxsa qardaşım dedi. Qardaş deyir o. Qardaşım dedi, yox qardaşım dedi. Ay Sadiq qardaşım. Onlar bu ay kirənin pulunda mənə güzəşt eləyəsiniz, yəni kirayənin pulunu verməyim. Mən də əsəbləşdim, çünki o bu ay belə desək, gələn ay bir şey füsuyordu və o pul sağa gəlir də qadına. Mən dedim ki, mən öz həyat yoldaşım Sevgiyə evdə yəni qaldığına görə ondan kiraya pul aram, ondan kirayəşin kimi davranıram. Sən necə buradan pulu məndən kəsirsən? Belə dedim, o dedi ki, onda qələt eləmişəm, başımda dedi. Mən sənin 5 manat artıq pul qazanmaq üçün elə demişəm, sən mənə burada belə deyirsən. İndi həqiqəti bildin. İndi inandın. İnanan daşa dönsün. Ay bala bu aləm ya da kim sür dərsi qoxudan ha? Sadiq. Bacın qurban, ay Sadiq. Gəlmişəm, gəl. Bilirəm ki, bir vaxt gəldin də, yəni bilirəm ki, bu... Nə pıçıllı girsən, mən eşitmirəm onu. Yəni demək istəyirəm ki, bir vaxt gəldin bacın qurban. Aha, nə yapsanmışsan? Bilirəm ki, dünən bizim kirayənin pulun vaxtı idi. Bəli. İndi bilirsən ki, Fazil də işləmir. Ya, bacı, bizə demək ki, pulum yoxdur. Bacım da olsan, kirayənin pulunu vaxtında verməlisən, ha? Mən başa düşmürəm ki, mən qanmaz deyiləm ki, sənin ailən var, qızın var, evladın var. Ailəm üçün yaşayan adamam mən, bəli. bəli. Elə bacı da deyir, yəni bir qismatını yeyib, bir qismatını arxaya atıb, elə yığıb gətir. Məzələnmə ki, bir dənə 200-lük, 5 dənə 100-lük vermişəm. Nə oynayırsan, tam çıxar. Bir yerə 2 dəfə baxdım, heç gör əlimə gəldi. Deyir, Allah. Məryəm. Say ay, Sadiq, 600 manatdır. 600 yox, bir dənə 200-lük, 5 dənə 100-lük vermişim. 100 hara getdi, ay bacı, 2 dəqiqəsini arıqım. Yaxşı, evet, 600. Bu ay səndən 600 aram, gələn ay 800 olar. Get bacı, get. Gedirəm. Get də tova ilə, belə şeyləri yığışdı. Sevgi. Gəl bəri. Hala, bacım gili kiraya qoyduğum üçün onlardan kirayanın pulunu 600'dür. Bunu özünə bir şey alarsan, dar günümüzün dayağıdır. Aləm üçün yaşayıram da. Ana, atamın haqqına girdin. Çox incitdin atamı. Atanın haqqına girirsiniz də. Mən ailə üçün yaşa, bu qədər əziyyət çək, bacı ilə pis ol, onunla pis ol. Axırda da mənə güvənsizlik olsun, ay yalandaysa, çox haqqıma girdiniz mənim. Əlgi çək. Qadın alaram. Sadiq, bağışla mən, nə olar? Mümkünat yoxdur. Sən deməli, öz bacıngildən də pul alırsan, kirayə pulu ki, bizim də rəsxodlarımızı ödəmək üçün eləmi? Bizə Ailə yaxşı üçün bax. yaşayan adam, amma sən burada mənə inanmırsan, mənə burada deyirsən ki, ay o duyğu ilə belə elə, falan belə, mən hər şey, nəysə. Ona yerdə xeyri yox, bağışlamayacaq. Mümkünatı yoxdur. Mənim də şəxsiyyətim var, mənim də qürrüm var. Mən niyə bağışlayıram? Sadiq, bağışla deyirəm da. 5 şərtlə bağışlayıram, bir şərtlə. Yaxşı, zarıma. Orçe. Orçe. Get Sadiq'i bura sal, mən də onu vurum. Yox. Mən onu şikayət edəcəm. Ondan maddi təzminat alacam Orçe. Ay ediş, ay bala. Adam satmaz. Pula görə temboli. Eləyəcəksən, sonra peşman olarsın.
Sonraki peşmançılığın da faydası yox. Sonra peşman olurum. Gəlsin vurub elə yerində peşman olacam da. Abala. Yediş, sən uşaqsın. Evində tək oğlusan, çox şey bilmirsən. Rəhmətli Ulu babam deyirdi ki, o vaxtı Babək Bəz qalasından arxa yolla qaçıb gəlmişdi onun yanına. Babam da onu gizlətmişdi. Babəkin yerini bir babam bilirdi, bir də Babək. İnanırsan, nə qədər qızıl təklif eləyirdilər onun yerini deyənə. Amma babam onu satmadı. Danışırsan, Uğur kişi, mən də rahat danışa bilmirəm. Bu tarixdə deyirlər ki, Babəkin yerini kimsə satıb axı. Hətta onu yalan deyərəm. Babam dedi ki, sonra başı qızıl alverinə qarışdı. Ona görə də Babəkdən xəbər olmadı. Yadında saxla, nə satırsan sat, adam satma. Nə deyirsən? Keçsən ona. Yəni, nə deyim, yaxşı. Yaxşı, sənə görə keçdim bu dəfə. Ay, sağ ol. O boyda misal danışmağımın xeyri oldu. Şeylə, bunu da yaz nişə dəftərinə, tas köhnə tarixinə. Yaxşımı bugünkü tarixinə yazdım. Getdim. Bazar olsun. Sadiq, mən başa düşmürəm ki, mənim bu rəhmətli anam sənin namaq səngib, hələ bir üstəli pis də danışıb. Onu kim deyir? O sənin tufana qasırğa oxşan bacın var, o deyib. Ay qadınam, 50 dəfə demişəm, bacıma fikir vermə. Onun oğlu qürbətdədir, əri də var, yoxdur, bilinmir. Bilsə travmalı qadındır, bacım izləyib, tər saxlayıb. Sənin bacımı qoydum qırağa, bu sevgi məndən yedir ki, kirayədə qalırsan. Sənə deyir sevgi. Mənə deyir, məndən danışırıq da. Başa düşdüm, pauzu götürəm də. Ada qutar da ürəyim sıxıldı. O deyirəm, hə. Bu, mən sevgilə getdim bu pul söhbətini eləyəndə, dedim ki, biraz qiymət qaldırım. O dedi ki, mənim imkanım yoxdur. Dedim, bir 100 manat qaldır da, qiymət dedi, imkanım yoxdur. Mən dedim ki, nədir imkanım yoxdur. Mən öz doğma arvadım, mənim evimdə yaşayır, bir yerdə yaşayır, mən ona kira pulu alıram hər ay. Elə dedim ki, biraz şey olsun, mənə pul qaldırım zaten və yəni. Elə şey olur, nə boş-boş ağzıma gələn danışırsan. Yalan danışıram, inanmırsan? Yox, inanmıram. Yox, inanmırsan, inanmıram. Ay ürəyimə də. Nə oldu da, boğazında qırıldı qaldı. Salam Mələkə. Əleykum salam. Buyurun Sadiq bəy, kirayənizi əlavə 100 manat da artıq verirəm bu ay dediyiniz kimi. Təşəkkür eləyirəm. Çox sağ olun, çox sağ olun. Bağışladın. Bağışladın, eləyirik eləyirik. Təşəkkür edirəm. Bağışladım əlavə 200 manat da sizə. Gədə xahiş edirəm. Xoş getdiniz. Sağ olun. Bu nə dindi? Bu nə dindi? Mən deyirəm ki, mən buna belə dedim ki, kirayanın pulunu 600 yox 700 eləsin, qadan alım. Verim sənə gedib qırqızıl olasın. Sən də belə deyirsən, sonra bu pulu sağ vermirəm, qalan mən. Dəlisən, niyə səbləşdirsən? Özün hər şeyə görə niyə səbləşdirirsən? Yox, sən inanmırsan da, mənə inanmırsan da. Özünə niyə əziyyət verirsən? Sənə qurban olaram. Sənə bir dənə çay süzəcəm. Hər şey yadından çıxardacaq. Mənə şübhən qaldı, düzün edələ şübhən qaldı. Bir də məndən şübhələnsən, məndən pis adam yoxdur. Nə yaxşı əllə elədim, boş deyil, çat cipitidir, boş deyil. Bir dənə xoşbəxtlik şəhli yüklə. Baxma. Gedib bazarlıq elib evə balıq zad almışsan. Sadiq Vəfa Qızılgül bacıdan alıb, deyir Uğur kişi özü tutub. Uğur tutub, Uğur tutub eləmir. 100% o balığın üzməyinə baxıb deyir, nə qəşə üzür bu balıq. Balıq özünü tullayıb sahilə öldürüb. Sadiq əmi, hamı səni gözləyir ki, balıq yeməyə. Hamı kim, hamı? Yəni, şov qurmuşsan, hə sən? Gəldik, çıxdıq əsərin son cümləsinə. Sadiq, bura gəl! Uğurun tutduğu balıq qonaqlığın axırı belə də qutarmalıydı da. Əsərdə deyilir ki, bir balığı iki evdə yemək olmaz.
Ya ne oldu için çıxdı? Oğlum başka yok. Ben göreceğim şunu. Ve deyir ki bakalım dayım ne diyor? Ne diyor? Sen vefadar. Burada ben de gidebilirim. Sen ona denen ki dayın diyor ki yanaş şuna. Yo şeytan diyor ki yok karıştırdım. Sən məni düzündürə. İndiyə qədər balıq yemisən? Yemişəm, niyə yeməmişəm? Oğrun tutduğu balıqdan yemisən? Yox. Sən can balığa bax. Az balıq adam üzünü görür. Elə birbaşa təpi belə nətər qoydumsan. Sən bacını bilmirsən, eşit gör nə deyirəm. Eşit gör nə Əlimi deyirəm. uzatma bana. Yox, getdim də. 600 nedir? Bir tane 200'cük 5 tane 100'lük vermişim. 100 hareket var mı? İyi orada fırıllak elimde. Patronun və Bizonun baş sponsorluğu ilə İki Qapı Arasında serialı başa çatdı.